Salam əziz dostlar. Bugün mən qısaca olaraq Siemens-də istifadə olunan şəbəkə adapterlarından danışmaq istəyərdim. Bu bizim son teoretik dərsimiz olacaq. Yəni bundan sonra dərslərimiz yalnız praktiki və bəzən teoretik olacaq. Ona görə bu dərsi də qutaraq və başlayaq proyektə. Birinci belə bir adapterdən danışmaq istəyirəm. Bunu hər biriniz görəcəksiniz. Və işlədiyimiz müddətdə S300 və S400-dən işləyəndə bu hissə deməli bizdə CPU tərəfə qoşulur, yəni PLC tərəfə qoşulur. Bu hissə MPI interfeysə qoşulur. MPI adapterlar deyirik biz ona. Adətən belə bir cihazdır. Ən məşhur olan cihazlardan biridir. Bu hissədən kompüter qoşulur. Bu hissəsi isə birbaşa bir göstərdiyim interfeysə qoşulur bu hissə. Bu köhnə adapterlarda artıq istifadə olunmuyor. 2014-cü ildən artıq istifadədən çıxıb. Amma yenə də hardasa bununla rastlaşa bilərsiniz. Bunun əvəzinə hal-hazırda CP5711 istifadə olunur. Yenə də burada bu hissə kompüter qoşulur. 100.000 o bu hissə isə Profibus yaxud da MPI interfeysinə qoşulur. MPI və DP interfeyslər barəsində biz bundan öncəki dərsdə danışmışdıq. Bir məsələdən danışmaq istəyərdim, routing məsələsidir. Routing məsələsində bir cihazın iki interfeysi olur və bu interfeyslər ayrı-ayrı şəbəkəyə qoşulur. Lakin o şəbəkə bir default gateway qoşulur, hansı ki, hər iki interfeysi tanıyır. Routing məsələsini məsləhət görərdim ki, heç olmasa şəbəkə haqqında, yəni DCS sistemləri qurmaq üçün heç olmasa CCNA, yəni birinci level'a qədər biliyiniz olsun. İstər optik xəttlərdə, istər Ethernet xəttlərin qoşulmasında bunların hamısını bilməlisiniz. Yəni gələcəkdə DCS və böyük proyektləri qurmaq üçün. Siemens'in öz PCS studiyasında əgər interfeysi sağlamaq istəsəz, Options'a gəlib, Options'da Set PG-PC interfeysi qoşasınız. Hal-hazırda məndə simulator qoşulduğu üçün burada PLC SIM-TCP1 seçirəm və eyni dəyəri də siz Options'ı da siz öz kompüterinizdə seçərsiniz və bir şey də xatırladım sizə ki, deməli əsas interfeysdə çalışın özünüzə virtual adapter yaradın. Hansın ki IP-sini siz öz simulatorun IP-si ilə eyni edəsiniz. Mən özüm üçün Microsoft KM test yaratmışam. Kim yarada bilməsə kanaldan Taskforce saytından müraciət edə bilər bizə. Gələcəkdə siz WinCC-ni yaxud da simulator özünü test edəndə bu mütləq sizə lazım olacaq. Və bir də NetPro haqqında danışmaq istəyirdim sizlə. NetPro da sizə ümumi qurulmuş şəbəkənin, yəni şəbəkədə hər hansı bir problem olanda yaxud da məndə olub problemi operator stansiyasında bir HMI proqramı yüklənmir yaxud da açılır, dəyərlər gəlmir. Siz bu hissədən təzədən yükləyib yaxud da dəyişiklik edə bilərsiniz. Bu barədə də biz proyekt quranda proyektlərdə danışacağıq. Və bir də məsəl üçün hər hansı bir variable'ı dəyişmək istəsəz, yenə də simulatoru qoşuram. Ümumiyyətlə məsləhət görürəm, istənilən proqramı simulyasiya edib, simulyasiyada yoxlayasınız. Adətən də POS və MOS əməliyyatlarının hamısını burada edəsiniz. Və gəlirik Accessible moda və Accessible modda Details hissəsinə keçirik. Və burada PLC haqqında keçən dərsdə göstərdiyim kimi PLC, məsəl üçün Model Information barəsində məlumat ala bilərsiniz. Memory haqqında
stack hakkında, communication hakkında alabilirsiniz ve communication test funksiyaları var, hansında ki siz bitlərin okunması yaxud da yazılmasını canlı görə bilirsiniz. Və məsəl üçün hər hansı bir variable dəyişmək üçün yenə də monitor modify variable-dan istifadə edirik. Bunu da dərslərdə göstərəcəm sizə. Biz analog siqnalları qoşanda onda onları simulyasiya edəcəyik burada. Və məsəl üçün PLC-nin özünə start ya stop vermək istəsəz, operation moddan stop da verə bilirsiniz, start da verə bilirsiniz. Bugünkü dərsimiz bu qədər dostlar. Növbəti dərslərdən artıq praktiki dərslərə keçəcəyik. Çox sağ olun, təşəkkür edirəm hamınıza.